Salam, hər birinizə xoş gördük. Əziz müsahibə mərhələsinə hazırlaşan şəxslər, bizim dünya görüşümüzün artıq ikinci hissəsini sizlər üçün çəkirəm. Bugünkü videomuzun əsas məqsədi Azərbaycan Respublikasının milli qəhrəmanlarıdır. Bilirsiniz ki, bütün növ müsahibələrdə məhz milli qəhrəmanlardan demək olar ki, hər iki müsahibədən bir, üç müsahibədən bir sual verilir. Elə isə biz Azərbaycanın neçə milli qəhrəman var, ilk milli qəhrəman kimdir, kimlər vəfat edib, kimlər sağdır və digər maraqlı məqamları sizin diqqətinizə çatdıracağıq. Kanala abunə olmağı unutmayın ki, bu tipli videolar sizin qarşınıza çıxsın və yeri gəlmişkən qeyd edə bilərək ki, Dünya Görüşü Part 1, yəni birinci hissəyə Azərbaycan Respublikasının illərindən biz video çəkmişdik. Məsələn, 2025-ci il nə ilidir və səbəbi. Ta ki, 2016-2015-ə qədər bunların hər birisini izahını vermişəm. Məsələn, bir çox insan deyə bilər ki, 2021-ci il nə ilidir, 2019-cu il nə ilidir, amma səbəbini demək ki, çətinlik çəkər. Həmin videoları keçid edib baxa bilərsiniz. Bu bizim dünya görüşümüzün ikinci hissəsidir. İndi bizim artıq növbəti hissənin videosunu çəkib yükləyəcəm. Ona görə həmişə sizlərə deyirəm ki, abunə olmağı unutmayın ki, bu tipli videolar yükləndə sizin xəbəriniz olsun. Deyirsə, gəlin vaxt itirmədən başlayaq. Azərbaycan Respublikasının milli qəhrəmanları ilə daha yaxından tanış olaq. Azərbaycan Respublikasında milli qəhrəman adının təsis edilməsi 1992-ci ilin 25 mart milli qəhrəman adının təsis edilməsi haqqında qanunla təsdiq edilmişdir. Doğrudurmu? Azərbaycanda indiyə qədər 226 nəfərə milli qəhrəman adı verilmişdir. 226 nəfərə milli qəhrəman adı verilmişdir. Bu 226 nəfərin içərisində 20 nəfərinə bu ad sağlığında verilmişdir. Yəni yaşayarkən verilmişdir. 206 nəfərin isə vəfatından sonra verilmişdir. Doğrudurmu? Biz artıq videonun başlamaz sizin üçün bir çox məqamlar öyrənmiş olduq və siz də lövhəyə bu dedik yazdıqlarımı unuda bilərsiniz. Ona görə bizdən qeyd dəftərini yazmanızı sizə tövsiyə edirəm. Milli qəhrəman adı 1992-ci il 25 mart tarixli milli qəhrəman adının təsis edilməsi haqqında qanunla əsası qoymuşdur. Azərbaycanda indiyə qədər 226 nəfərə milli qəhrəman adı verilib. Bunlardan 20 nəfərinə sağlığına, 206 nəfərin isə vəfatından sonra verilmişdir. İndi 2 nəfər isə milli qəhrəman adından məhrum edilmişdir. Baxın, 2 nəfər məhrum edilmişdir. Bunu çox az insan bilir. Kimdir bunlar? Deməli, Sürət Hüseynov və Rasim Əkbərov milli qəhrəman adından məhrum edilmişdir. Niyə məhrum edilmişdir deyə sual versəniz də və ya müsahibədə sual verilsə, biz vurğulayırıq ki, dövlətə qarşı qiyam, dövlətə qarşı, mən də belə deyəm, dövlətə qarşı qiyam, çevriliş etmək cəhdinə görə milli qəhrəman adından məhrum edilmişdir. Ümumiyyətlə, bunları bildikdən sonra biz nəyə diqqət yetirməliyik? Azərbaycanın ilk milli qəhrəmanı kimdir? Bu, mübahisəyə səbəb olacağı mövzulardan biridir. Deyin niyə? Çünki bəzi mənbələrdə Azərbaycan ilk milli qəhrəmanı Məhərrəm Seyidov, bəzi mənbələrdə Azərbaycan ilk milli qəhrəmanı 12 nəfərin olması və digər şəxslərin adı qeyd olunur. Lakin mən həmişə tələbələrimə Azərbaycan ilk milli qəhrəmanı Məhərrəm Seyidovdur kimi izahını vermişəm və müsahibələrdə də Azərbaycan ilk milli qəhrəmanı kimdir deyə sual veriləndə biz Məhərrəm Seyidovun adını qeyd eləmişik. Qarşı tərəfə buna görə bizə nə bir irad və yaxud da ki, təklif bildirməmişdir. Deməli, biz götürürük ki, Azərbaycan ilk milli qəhrəmanı, tələsiməyin, buranı qəşə silim, rahat şəkildə siz də özünüz qeyd apara bilərsiniz. Bəli, ilk milli qəhrəman deyirəm ki, Məhərrəm Seyidov. Yaxşı, belə də sual verilir bəzən müsahibədə. Ən gənc milli qəhrəman kimdir? Ən gənc milli qəhrəman Cavanşir Rəhimovdur. Məhz ona bu milli qəhrəman adı 19 yaşında verilmişdir. Bu bilgisində öyrənmiş olduq. Qeyd edə bilirsinizmi bunları? İlk milli qəhrəman Məhərrəm Seyidov,
ən gənc milli qəhrəman Cavanşir Rəhimovdur. Və sual versəniz ki, ən son milli qəhrəman adı kimə verilmişdir? Biz o zaman belə bir vurğulaya bilərik ki, ən son milli qəhrəman adı 7 noyabr 2025-ci ildə verilmişdir. Birinci Pəncəli Teymurov, 2 Vaqif Qurbanova. Deməli, Vaqif, Pəncəli Teymurov və Vaqif Qurbanova bu ad verilmişdir. Nə vaxt? 7 noyabr 2025. Biz buna nə deyirik? Ən son verilmiş ad məhz bu iki şəxsdir. Hətta biz bunu öyrəndikdən sonra məlumatımız varsa, orada da müsahibədə icazə alıb əlavə məlumat üçün qeyd edə bilərik. Lap heç müsahibədə sual verilməsin. Bizim üçün önəmlidir ki, bu şəxslərdən əvvəl milli qəhrəman adı kimə verilmişdir? Bu şəxslərdən əvvəl milli qəhrəman adı, deməli, bax, 7 noyabr 2025, ondan əvvəl verilib 29 dekabr 2024-cü ildə bu ad verilib kimə? Əliyeva hökümə, Kalyanov Aleksandr, Kişniyakin İqor. Bu şəxslərdən əvvəl, yəni 7 noyabrdan əvvəl milli qəhrəman bu 3 şəxslə verilib. Təyyarə qəzası nəticəsində Azərbaycana məxsus olan Azad təyyarəsi Qazaxıstan Aktuar şəhərində qəza nəticəsində vəfat edən şəxslərin içərisində bu 3 şəxs şücaətinə görə, yəni milli qəhrəman adının alınması üçün müəyyən tələblərə cavab verməlisən. Həmin tələblərə cavab verən məhz bu 3 şəxs Azərbaycan milli qəhrəman adına layiq görülmüşdür. Əliyeva hökümə, Kalyonov Aleksandr, Kişniyakin İqor bu ada tərtib edilmişdir. Sual versəniz ki, bəs bu 3 şəxsdən də əvvəl nə vaxt olmuşdur? Bunun cavabı 25 iyun 2024-cü ildə bu ad verilmişdir Natiq Qasımova. Natiq Qasımova bu ad verilmişdir. Yaxşı mı? Bu artıq bunu özü də qeyd elədiniz. Problem yoxdur ki. Aha, hər şey qaydasındadır. Bunları qeyd elədirsə mən edirəm. Dediyim kimi, dünya görüşümüz bizim hissələrimiz çox olacaq. Azərbaycan Xalq Cümhuriyyəti, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, Azərbaycan tarixi, coğrafiya, iqtisadi coğrafiya, COP29, iqtisadi rayonlar, xəritələr çəkəcəm bura. Yəni, burada hər bir şey eləyəcək dünya görüşünə bağlı. Əsas odur ki, sizin diqqətiniz məndə olsun, mənim tələbələrim olur, digər mənim tələbələr olur və özü hazırlaşan şəxslər olsun. Heç bir fərq yoxdur. Əsas odur ki, siz həmişə olduğunuz kimi, yəni bilirsiniz ki, YouTube-da bizim zəngin YouTube videolarımız var. Onlardan artıq həmişə ardı gələcək, həmişə davamı gələcək. İnşallah ki, bu belə olacaq. Siz həmişə abunə olun ki və videonu paylaşın ki, hər kəsin məlumatı olsun. Lap paylaşmayın, abunə olmayın. Əsas məsələ nədir? Əsas məsələ mən bu lövhədə qeyd etdiklərim siz öz qeyd dəftərinizə yazarsınız və bu müsahibədə biz orada irəli sürək öz fikirlərimizi. Vəfat etmiş milli qəhrəmanlarımız. Bir neçəsinin adını qeyd edəcəm. Ola bilsin ki, bilməyənlər var. Öyrənək. Nə ziyanı var? Vəfat etmiş milli qəhrəmanlarımız. Sağ olan milli qəhrəmanlarımız. Vəfat etmiş milli qəhrəmanlarımızın içərisində Allahverdi Bağırov, Əlyar Əliyev, Çingiz Mustafayev. Sağ olanların içərisində İbad Hüseynov. Bilirsiniz ki, İbad Hüseynov baş çavuş olmuşdur. Mədəd Quliyev, Zahid Quliyev, Vahid Quliyev. Sonra milli qəhrəmanlarımız Hökümə Əliyeva, Polad Həşimov,
Şükür Həmidov kimi bir neçə vəfat etmiş milli qəhrəmanlar və sağ olan milli qəhrəmanlarımızın adlarını qeyd edə bilərik. Yer gəlmişkən biz onu vurğulaya bilərik ki, Azərbaycanda milli qəhrəmanlar vəfat edənlər, sağ olanlar biz adını qeyd elədik. Lakin 2-ci Qarabağ müharibəsində vəfat etmiş yeganə xanım hərbi qulluqçu kim idi? Yeganə xanım hərbi qulluqçu harda? 2-ci Qarabağ müharibəsində. Aresdə Baxşova idi. Aresdə Baxşova idi. Milli qəhrəmanlarımızda biz gəlin baxaq görün nələr qaldı, nələr dedik. Azərbaycanda neçə milli qəhrəman var? Neçə nəfərin sağlığında, neçə nəfərin vəfatından sonra verilib? Milli qəhrəman adı Gəncədə təsis edilib. İlk milli qəhrəman, ən gənc milli qəhrəman və sağ olan, vəfat etmiş milli qəhrəmanlar dedik. Bir dənə şeyi vurğulamaq istəyirəm və bununla yekunlaşacağım. Vəfat etmiş qadın milli qəhrəmanlarımız. Bildiyiniz kimi, vəfat etmiş qadın milli qəhrəmanlarımızın içərisində Hökümə Əliyevadır. Yenə də biz əlavə edə bilərik ora kimi Salatın Əskərova və Gültəkin Əskərova. Belə, vəfat etmiş milli qəhrəmanlarımıza Allahdan rəhmət diliyirik. Sağ olanlarda Allah canını sağ eləsin və bu videoya baxdığınıza görə sizə təşəkkür edirəm. Növbəti dünya görüşü və qalan videolarında görüşənədək.